Qarabağ təbiətinə qarşı terror. Qarabağın zəngin bitki örtüyü var. Burada 2000-dən çox bitki növünə rast gəlinir. Bu bölgənin flora və faunasını qorumaq məqsədi ilə ötən əsrin ortalarından başlayaraq bir sıra dövlət qoruqları təşkil edilmişdi. Bəsitçay Dövlət Qoruğu Zəngilan rayonunda yerləşir. Burada əsasən nadir şərq çinarları qorunur. Bu çinarlardan birinin yaşı 1200-ə çatır. Hündürlüyü isə 53 metrdir. Onun gövdəsindən əmələ gələn 200-ə yaxın pöhrə də nəhəng ağaclara bənzəyir. Bu əzəmətli görünüşü ilə həmin çınar xalqımızın vüqarının, tariximizin qədimliyinin, təbiətimizin əzəmətinin simvoluna çevrilmişdi. Laçın, Şuşa və Xocalı ərazisində də qoruqlar yaradılmışdı. Hacısamlı meşəsində qırmızı palıd ağacları, Topxana meşəsində fıstıq, qara ağac, saqqız ağacı, vələs, Qarabağ dağ laləsi, xarı bülbül və sair bitkilər qorunur. Təəssüf ki, meşə sərvətimiz uzun illər erməni işğalçıları tərəfindən talan edilmişdi. Hələ 1988-ci ildə ermənilər Şuşa yaxınlığındakı Topxana meşəsini qırıb, tikinti işləri aparmağa cəhd etdilər. O vaxt 100 minlərlə insan Bakının Azadlıq meydanına toplaşaraq bu hadisəyə etirazını bildirdi. Etirazlar get-gedə böyüyərək Sovet hakimiyyətinə qarşı milli azadlıq hərəkatına çevrildi və Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etdi. 1992-1993-cü illərdə Ermənistan silahlı ordusu tərəfindən işğal olunması Qarabağın təbiətinə ciddi zərbə vurdu. Azərbaycanın 261 min hektar meşə sahəsi məhv edilmiş, torpaq örtüyü və su hövzələri zəhərli maddələrlə çirkləndirilmişdi. Nəticədə həmin ərazilərdə heyvan və quşların, çay balıqlarının sayı kəskin azalmışdı. 2020-ci ildə rəşadətli Azərbaycan ordusu Qarabağı azadlığına qovuşdurdu. İndi parklar, qoruqlar bərpa olunur. Torpaqlar minalardan təmizlənir. Çirklənmiş çaylar, göllər durulur. Qarabağın təbiəti yenidən dirçəlir.